burada olmaq istəyən hər bir kəsi tez bir zamanda bu səhnəyə çıxıb o enerjini hiss etməyini arzu edirəm. Bilirəm, hədəfli xanımlardır, istəkli xanımlardır. Hətta bizi buradan, ekranın o biri başından izləyən və dinləyən xanımlaradır sözüm. Yerinizdə dayanmayın, hər zaman irəliyə gedin. Çətinlikləri aşın. Əgər çətinlik varsa, bu uğurun başlanğıcı deməkdir. Aşdığınız an, bilin ki, bir gün burada durub bizlə bərabər bu səhnədə sizi alqışlar və təbriklər gözləyəcək. Fabirlik həyatımın günəşidir. Bunu 2015-ci ildən sonra Tata xanımla görüşəndən sonra ilk böyük bir seminarda demişdim. Mikrofonu mənə yaxınlaşdırdı. Dedi ki, Fabirlik sizin üçün nədir? Necə deyə bilərsən? Dedi, Fabirlik mənim həyatıma doğan günəşdir. Hansı ki, o günəşin istisində bu günləri brilyant kimi parıldayıb burada dayanmağı bacardım. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun Tata xanım, çox sağ olun İrina xanım. Bütün Fabirlik əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Yaxşı ki, bura, yaxşı ki, Fabirlik. Uğurlar hər birimizə.